Şagirdlər burada bir ideya təklif edir və həmin ideyalarını layihə formasında təqdim edirlər. Həmin layihələr elmi ekspertiza komitəsi tərəfindən qiymətləndirilir və sərgiyə dəvət olunur həmin şagirdlər bir qismi. Bədəndə ən son iflic ola biləcək hissələrdən biri göz hissəsidir. Bu səbəbdən biz belə ağlımıza bir layihə gəlib ki, biz əgər ki göz ilə telefon və ya hansısa bir kompüteri idarə etmək sistemi yaratsaq, bunun təsiri dünyada çox böyük ola bilər. Bu layihəmizin əsas hissəsi triboelektrik nanogeneratorlar, yəni ki tenklər. Bunlar nələrdir? Bunlar insanların addımlarından enerji yığan qurğulardır. Biz bu qurğuları metrolarda stansiyalara, yəni platformalara quraşdırırıq, çıxış və girişlərə. Nəticədə insanların addımlarından enerji yığırıq. Metronu və avtobusu nəzərə alaraq, metroları, avtobusu, bütün nəqliyyat növlərini nəzərə alaraq sizə ən optimal marşrutu təklif edir. Məsəl üçün bu necə ola bilər? Siz tutaq ki, bir stansiyadasınız, o stansiyada da çox sıxlıq var. Metroya biz stansiyalara kameralar quraşdırırıq və gündəlik, saatlıq bu kameralar application-a məlumat göndərir. Biz tətbiq sayəsilə görə bilirik bütün video görüntüləri. Bəli. Burada göstərir ki, məsəl üçün A stansiyasında çox böyük bir şəkildə sıxlıq var. Bu stansiyaya eniş edən adam 3-cü qatara ancaq minə biləcək. Bu da hardasa 15-20 dəqiqə vaxt itkisidir. O sizə təklif edir ki, ya bu nömrəli avtobusa minin, ya da digər bir stansiyaya gedib oradan qatara minin. Çünki orada sıxlıq daha azdır.